Salam mənim YouTube kanalımın çiçəksevər dostları. Görürsünüz mənim aynanın qabağındakı güllərim. Bunların yarpaqları yulasıdır. 3-4 gündür yumuşam, indi görürsünüz yenə yulasıdır. Bunlar Benjamin gülüdür. Bunlar mənə Rusiyadan gəlib. Bu bax belə göy yarpaqlısıdır. İzləyənlər bilər. Bu da onun bax belə zolaqlı yarpaqlısıdır. Mən bunların belə bax belə bu boyda bir qənətindən əkib bitirmişəm. Və indi bax görürsünüz. Heç bir tozlandırıcı nətər deyərlər maddədən istifadə etməmişəm. Yəni tozlandırıcı məsəl deyirlər olur da, yəni kökləndirici tozlardan deyə də bilmədim, bağışlayın. Kökləndirici tozdan istifadə etməmişəm, ya suyundan istifadə etməmişəm. Eləcə qırıb belə çiliyindən bitirmişəm. Özdə gördüyünüz kimi bir qabda 1, 2, 3, 4, 5, 6, 7 dənədir. Bax bu qabda 7 dənədir. 7'si də bitirdi. Çox da gözəl bitiblər. Yəni indi bir dəqiqə. Burada da var. Bu qabda isə 4 dənədir. 4 dənədir. Bunlar da bax belə bitirmişəm. Sadəcə çiliyindən kəsib südü var da. Bunu kəsəndə bildiyiniz kimi kəsəndə biraz südü axır. Onu belə salfetka ilə südünü belə silirik. Sonra torpağına. Beyanım burada mən sizə göstərim. Burada benim torpaq var idi. Bura qoymuşam. Görürsünüz, amma deyəsən çürüyür, köklənibdir. Bax belə köklənib, amma bilmirəm bu indi zoğ verəcək ya verməyəcək. Bax belə bir torfdan istifadə edirik. Nem saxlamalıyıq bu torfu da bax belə. Görürsünüz bu gülü də keçən oğlum bacısını almışdı 8 Mart'ta. İndi zoğ qoyub bax buradan gördüyünüz kimi. İndi yenə açacaq inşallah ki 8 Mart'dan açar. Bu güldə 3 aydır çiçək hələ üstündədir, bax belə. Çox gözəldir, çox xoşum gəlir. Belə. Bunu da belə bir səbətə qoyub asmışam, buradan çox gözəldir. Bundan da çox xoşum gəlir. Məni izlədiyiniz üçün təşəkkürümü bildirirəm. Kanalıma dəstək olmağınızı xahiş edirəm. Abunə olmağınızı xahiş edirəm. Çox sağ olun.